Salam əziz şagirdlər. Bu gün sizinlə 19 oktyabr 2025-ci il tarixində uğur kurslarında keçirilmiş buraxılış sınaq 1 imtahanının ingilis dili sualların izahına baxacağıq. Choose the correct sentences with the possessive case. Yəli halda olan düzgün cümlələri seçməyimizi istəyir. We had a good time at yesterday's party. Biz demişdik ki, yesterday, today bunların apostrofesindən yəliyi var, amma cəmi yoxdur deyə bir yanlışdır. Ona görə B-ni, C-ni və Y-ni çıxacam. I respect Mike's opinion. Mike'ın qərarlarına hörmətlə yanaşıramsa, bu doğrudur. 2-ni götürərəm. Parents are the most important people in a child's world. Uşağın dünyasında elə 3 də doğrudur, götürərəm. I don't like those students' behavior. Those-dan sonra student cəmlənməli idi deyə 4 də yanlışdır. Qalır elə D variantı. 57-də. Choose the correct articles. Ceylon is an island in Indian Ocean. Baxın, bunun nə olduğunu taşı bilmirsiniz. Ona görə siz gəlir cümlənin digər hissəsinə baxarsınız. Island. Is an island. Bu island tək olduğu üçün en götürəcəksiniz bizdə. In Indian Ocean. Ocean okyan olduğu üçün burada Z olacaq. Artıq buradan çıxır ki, bu söz adadır. Adanın adıdır. Və biz bilirik ki, adalar qrupu Z artiklə işlənir. Tək adalar isə boşluqla işləndiyi üçün burada olacaq boşluq. And bir də Z. O da olacaq C variantı. Choose the correct variant. Düzgün variantı seçin. Only a few people were there. Only'dən sonra a few işlənər və people da cəmdir deyə biri götürərəm. Only few olmaz, 2-ni çıxaram. Very few people doğrudur, 3 götürürəm. Birdən sonra E artikli olmaz deyə 4-də çıxacam. Qalacaq 1-3 Y variantı. Choose the correct sentence in the possessive case. Yəli halda olan düzgün cümlələri istəyir. The white sun. Z artiklından sonra white cəmləməlidir deyə A variantı çıxır. And Lee's hometown. Əgər hər ikisində apostrofes qoyulubsa, hometown cəmlənməli idi. B çıxır. The postman's letters were spoiled when... Sportsman belə cəmlənmədən kökdən dəyişdiyi üçün belə cəmlənmir. S əlavə olunmur deyə C də səhvdir. Nigar had 2 weeks holiday. Bu doğrudur. To-dan sonra week cəmlənib, holiday'dan sonra gəlib, D-ni götürürük. Uğur Scott, has got olduğu üçün Y də çıxır. Elə qalır D variantı. Choose the correct variant. A pair of gloves olmalıydı deyə 1 çıxır. Delicious jam 2 doğrudur. A furniture ola bilməz, sayılmır deyə artiklə işləmir. A bunch of bananas 4-də doğrudur. Olacaq 2 və 4 C variantı. Siz Arthur has written books cəm olduğu üçün maçdan sonra cəm isim gəlməz, bu çıxacaq. A lotdan sonra isim olmaz, D çıxacaq. B, C və Y arasında qalırıq. But I have read only. Only'dən sonra ya a few ya a little ya some olacağı üçün. A little burada ola bilməz. Çünki cəm isimlə söhbət getdiyi üçün. C-ni çıxıram. B-ni çıxıram çünki E artikli yoxdur. Gedəcək. Qalır ilə Y variantı. A lot of books, only a few. Y variantı. Choose the line of plural nouns. Cəm isimləri istəyir. News təkdə sayılmır həm də ad çıxır. Police, cattle, poultry elə B cəm isimlərdir. Deer olsa da bir zön çıxacaq. Oxen olmalıdır. C-də çıxır. Children cəm olsa da women təkdir. D çıxır. Men, mice, clothes təkdir deyə Y-də çıxır. Choose the correct variant. Game you played last week was so exciting. Söhbət dünənki oyun, keçən həftəki oyundan getdiyinə görə the game olacaq burada. The game you played last week zaman zərfləri ilə boşluq olacağına görə olacaq hansı variant? C variantı. The game you played last week was so exciting. Choose the correct variant. Much peace negotiations cəm olduğu üçün maçdan işlənməz çıxır. Many music fans 2 doğrudur. Few news channels channels cəm olduğu üçün içində götürərəm. Elə 2-3 Y variantı. Several police officials olmalıdır deyə 4-də çıxır. Choose the correct variant. A butter knife tək isim olduğu üçün 1-i götürərəm. Furniture shop. Shop tək olduğu üçün burada F furniture shop olmalıydı. 2 səhvdir. 2-ni çıxsaq variantlardan. Send artist. Artist cəmləndiyi üçün burada artiklə ehtiyac yoxdur. 3 götürərəm. 1, 3. And information, stone wall. Wall tək isim olduğu üçün E artikli olmalıdır. Stone wall. 4-də səhvdir.
Bu da çıxsa an information center. Center'də sayılan təklim olduğu üçün bu da götürəcək 1, 3, 5. C variantı. Choose the line of uncountable nouns. Sayılmayan isimlər istəyir. Bu da picture sayılacağı üçün A-nı çıxaram. Health, gold, chalk. Elə B qalacaq. Cups sayılır. C-ni çıxıram. Season sayılacaq. D-ni çıxıram. Job sayılacaq. Y-ni də çıxıram. Choose the correct variant. Bu da, this is a very interesting. Music olmaz. Çünki bu da E artikli olduğu üçün music sayılmır. Bir çıxır. A health program. Bu ola bilər. Çin götürək. News da ola bilməz. E artiklindən getmir. Bu da çıxır. A very interesting piece of advice da olar. 2 ilə 4 qalacağımız C variantı. Last year. Artikli ilə istəyir bizdən usta. Last year biz demişdik ki, zaman zərfi olduğu halda last zaman zərfi yarattığında onunla boşluq olur. Here her family went to Spain. İspaniyaya getdikləri üçün bu da boşluq. By plane. Bu da boşluq. Təyyarə vasitəsilə getdiyini göstərdiyi üçün olur Y variantı. Choose the correct variant. Ted had questions. Questions zəm olduğu üçün much olmaz. Yeni çıxırıq. Digər variantlar qalır. But of them were answered. A lot of questions. Of them yenə cəm tələb etdiyi üçün little ola bilməz. Eyni ilə a lotdan sonra of, a lot of them. Yaxşı qalsın da a lot of them deyə, amma yenə də uyğunlaşmır belə baxanda. Ted had many questions, but few of them were answered. Sadəcə onlardan yarısı cavablandırıldı olduğu üçün B variantını götürürük. Which word has the close meaning with holy? Holy sözünə yaxın mənalı ismi istəyir bizdən. Holy müqəddəsdir. Sacred. C variantını götürürük. Scared qorxmuşdu. Afraid də qorxmuş. Frightened da qorxmuş. Healthy sağlam. Bir də orada qalır sacred. Bunlar bir-birinə çox oxşuyur. Aynen C. Biraz diqqətli olun. Match the words to their definitions. Innovation, inspire, joy. Innovation, yeniliği, new method, idea, product. Bir A olsa. Inspire, feeling of great happiness. Motivate or encourage, cəsarətləndirmək və ya da motivasiya etmək. 2C olsa. Joy, feeling of great happiness, xoşbəxtlik, sevinç olduğu üçün bu da olacaq B. 1A, 2C, 3B. D variantı. Okay. Deməli, mətnin suallarında da baxaq. Sadəcə 72-dən 75 daxil olmalı cavablarını yazacağam. When Mozart was 4 years old. Bu da olacaq C variantı. He learned to play the piano. Mətnə tapa bilərsiniz bu sualları. 73-də true statementlar istəyir bizdən. Burada olacaq A variantı. One of Mozart's sons was a musician. Bir də he played music for important people in Europe. 73 olur A variantı. 74'te what is the passage mainly about? A well-known musician. 74 olur D variantı. 75'te why is Mozart famous all over the world? Neye göre məşhurdur? Because of his well-known music and operas. 75'te olur B variantı. Bu günlük bu qədər.